Koç bürcü 21 oktyabr 2025-ci il. Bugün siz adi günlərdən daha çox xırda məsələlərə görə narahat ola, əhəmiyyətsiz məsələlərdən kədərlənə bilərsiniz. Dostlarınız əhvalınızı qaldırmağa və sizə ruh verməyə çalışacaqlar, amma bu dərhal alınmaya bilər. Bir çox qoçlar üçün faydalı işlərlə məşğul olmaq müsbət ruh halına köklənməyə kömək edəcək. Əvvəllər uğursuz alınan işlərə qayıtmaq, məişət problemlərini həll etmək, yaxın insanlara kömək etmək olar. Günün ikinci yarısı yaxşı ideyalar gətirəcək. Onlar düzünü desək birbaşa sizdən gəlməsə də, siz bu ideyaları tez dəyərləndirə, faydalana biləcəksiniz. Vacib bir işdə uğur qazanmaq şansınız olacaq. Bizneslə məşğul olan qoçlar isə yaxşı qazanc əldə etmək fürsətini əldən verməyəcəklər. Boğa bürcü 21 oktyabr 2025-ci il. Gün narahat və hadisələrlə dolu keçəcək. Özünüzü göstərmək, istedadlarınızı gözlənilməz istiqamətə tətbiq etmə imkanı yaranacaq. Yeni işlər və tapşırıqların ortaya çıxması mümkündür. Hər zaman başlanğıclarınızın uğurlu olacağına əmin olmasanız da, uğur şansınız çox yüksək olacaq. Evdə adi günlərdən daha çox işləriniz ola bilər. Bəzi məişət məsələlərinin həlli müəyyən xərclər tələb edəcək, amma bunlar büdcənizə ciddi zərər vurmayacaq. Kiçik məbləğlər olacaq. Bu gün real nəticə verən hadisə və aydın işlərlə məşğul olmaq, xəyallara dalmamaq daha məqsədə uyğundur. Nə qədər tez reallığa qayıtsanız, bir o qədər çox nailiyyət əldə edəcəksiniz. Əkizlər bürcü 21 oktyabr 2025-ci il. Bugün kiçik hadisələr sizə adi vaxtdan daha güclü təsir göstərə bilər. Əslində bugün ciddi qərarlar vermək üçün uyğun deyil. Xüsusilə də bu qərarlar yalnız sizi deyil, başqalarını da maraqlandırırsa, özünüzə düşünmək və vəziyyəti dəyərləndirmək üçün zaman verin. Tezliklə bütün çətinliklərin öhdəsindən necə gələcəyinizi anlayacaqsınız. Əvvəllər görmədiyiniz imkanları görəcəksiniz. Günün birinci yarısında diqqətinizi toplamaq çətin olacaq. İkinci yarı isə daha sakit keçəcək. Yaxınlarınızla birlikdə həm sizə, həm də onlara maraqlı bir işlə məşğul olsanız əla vaxt keçirəcəksiniz. Xərçəng bürcü 21 oktyabr 2025-ci il. Günün başlanğıcı kiçik anlaşılmazlıqlarsız keçməyə bilər, amma narahat olmağa dəyməz. Hər şey tezliklə qaydasına düşəcək. Bu hadisələri unudacaqsınız. Könül dostlarınız sizi dəstəkləyəcək. Maraqlı təkliflər irəli sürəcəklər. Bəzi xərçənglər uzaqdan gözəl xəbərlər ala bilərlər. Günün ikinci yarısı iş, karyera və ailə maliyyəsi ilə bağlı mühüm məsələləri müzakirə etmək üçün əlverişli vaxtdır. Həmçinin bu zaman yaxın insanla sizi narahat edən məsələləri açıq danışmaq olar. Çox güman ki, narahatlığınızın əsassız olduğunu anlayacaqsınız. Şir bürcü 21 oktyabr 2025-ci il. Bəzi çətinliklər ortaya çıxa bilər, lakin bunlar nə əhvalınızı korlayacaq, nə də uğurunuza şübhə salacaq. Və bu doğrudur. Qarşılaşacağınız problemlər tez həll olunacaq. Uğursuz təsadüflər isə xoşagəlməz nəticələr verməyəcək. Əgər yolunuzda maneələr yaranarsa, dostlarınız sizə kömək edəcək. Bugün həm köhnə tanışlarla, həm də yeni insanlarla asanlıqla dil tapacaqsınız. Bəzi şirlər iş münasibətləri olan insanlarla dostluq əlaqələri qurmaq şansı əldə edəcəklər. Romantik münasibətlərin başlaması da mümkündür. Hadisələr tələsik inkişaf etməyəcək, amma bu sizə xoş gələcək. Qız bürcü 21 oktyabr 2025-ci il. Günün əvvəlində fikrinizi toplamaq, bir işə yönəlmək çətin olacaq. Xırda məsələlərə görə diqqətinizi yayındırmaq sizə əsəbləşdirə bilər. Bütün işləri tezliklə bitirmək istəsəniz də vəziyyət buna imkan verməyəcək. Ona görə səbirli olun. Bugün səfərlərdə gecikmələr mümkündür. Vacib görüşə geciksəniz də istədiyiniz kimi keçəcək. Əhəmiyyətli bir insandan müsbət təəssürat yaratmaq şansınız olacaq. Günün ikinci yarısı maliyyə baxımından uğurlu olacaq. Sərfəli razılaşmalar mümkündür. Tərəzi bürcü 21 oktyabr 2025-ci il. Bugün sizə çoxlu sevinç səbəbi gətirəcək. Ulduzlar sizi hər işdə dəstəkləyəcək. Bir çox şey gözlədiyinizdən də yaxşı alınacaq. Əhəmiyyətli bir işə başlamaq üçün münasib vaxtdır. Bugün bitirə bilməsəniz də böyük irəliləyiş əldə edəcəksiniz. Xüsusilə yaradıcılıq və fantaziya tələb edən sahələrdə uğurlar mümkündür. Ünsiyyət üçün də əlverişli gündür. Əvvəllər anlaşmadığınız insanlarla razılığa gələ. Mübahisələri arxada qoya biləcəksiniz. Köhnə dostlarla görüşlər sizə parlaq təəssüratlar bəxş edəcək. Romantik görüş də sizi sevindirəcək. Xüsusilə qeyri-adi bir məkanda baş tutarsa. Əqrəb bürcü 21 oktyabr 2025-ci il. Gün çox məhsuldar keçəcək. Əgər onu vacib işlərlə başlasanız və diqqətinizi yayındırmasanız, uzun müddət təxirə saldığınız bir neçə məsələni həll edə biləcəksiniz. Bəzilərinizə bu yolda əvvəllər rəqib olan və ya sizi heç vaxt dəstəkləməyən insanlar kömək edəcək. Əqrəblər güclü müttəfiqlər taparaq biznesdə uğur qazana bilərlər. Gözlənilməz gəlir, hədiyyələr sizi sevindirəcək. Xoş hadisələr mümkündür, lakin iri alış-verişlər üçün tələsməyin. Bugün düzgün seçim etmək asan olmayacaq. Səyahətlər də uğurlu keçəcək. Ox atan bürcü 21 oktyabr 2025-ci il.
Bugün hər şeyi real qiymətləndirmək vacibdir. Əgər xəyallara çox qapılsanız, yanlış təsəvvürlərə düşə, səhvlər edə bilərsiniz. Bilik və təcrübəniz bəzi vəziyyətlərdə kifayət etməyə bilər. Ona görə də köhnə tanışların və ruhən yaxın insanların məsləhətlərinə qulaq asın. Ola bilər ki, onlar sizdən fərqli olaraq vəziyyəti daha aydın görürlər. İşlərdə qısa bir fasilə vermək, istirahət etmək faydalı olacaq. Əksər oxatanların əhvalı dəyişiklikdən sonra yaxşılaşacaq. Uzağa getməyə ehtiyac yoxdur. Yaxınlıqda da maraqlı yerlər tapa bilərsiniz. Sevdiyiniz insanla birlikdə səfərə çıxmaq xüsusilə uğurlu olacaq. Oğlaq bürcü 21 oktyabr 2025-ci il. Ciddi yanaşmanız sayəsində bir çox çətinliklərdən qaça biləcəksiniz. Bugün məsləhətsiz davranışlardan uzaq durmaq vacibdir. Verdiyiniz vədləri unutmayın, razılaşmaları pozmayın və etibarlığınızı qoruyun. Bu həm səhvlərdən, həm də münasibətlərdə problemlərdən sizi uzaq tutacaq. Gün sürprizlərlə dolu ola bilər, amma planlarınızı kökündən dəyişməyiniz lazım gəlməyəcək. Yalnız cüzi düzəlişlər kifayət edəcək. Axşam xoş tanışlıqlar mühüm münasibətlərin başlanğıcı ilə yadda qalacaq. Bolca bürcü 21 oktyabr 2025-ci il. Gün əlverişli olsa da bir qədər gərgin keçəcək. Birdən-birə bir neçə məsələni həll etməli olacaqsınız. Nədən başlamaq lazım olduğunu dərhal müəyyənləşdirmək çətin olacaq. Ətrafınızdakı insanlarla münasibətlərdə gərginlik mümkündür. Xüsusilə də sizi hər zaman anlamayan həmkarlarla. Evdə isə kiçik narazılıqlar mümkündür, amma tezliklə həll olunacaq. Köhnə dostlarla görüş sizi sevindirəcək. Onlar maraqlı xəbərlər və ideyalar paylaşacaqlar. Axşam sevdiyiniz insana xoş bir sürpriz etmək və ya gözlənilməz hədiyyə vermə imkanı yaranacaq. Balıqlar bürcü 21 oktyabr 2025-ci il. Bugün ciddi hadisələr olmasa da hər şey uğurlu keçəcək və sevinmək üçün kifayət qədər səbəbiniz olacaq. Dostlarla görüşmək yaxşı fikirdir. Əylənəcək, maraqlı söhbətlər aparacaq və yeni fəaliyyətlərlə maraqlanacaqsınız. Ailə ilə bağlı kiçik səfərlər də uğurlu olacaq. Bugün bir çox balıqların ağlına qeyri-adi ideyalar gələcək. Onları dərhal həyata keçirmək mümkün olmasa da planlaşdırmaq, necə başlamaq barədə düşünmək üçün kifayət qədər vaxtınız olacaq.